Nəhayət mətbəximdə də payız təmizliyini bitirib yeni il abu havası yaratdım. Sizdə də işi ən çox olan, ən gec bitən mətbəxin təmizliyi olur. Hələ inandırım sizi 3-4 gün əvvəl soyuducunun təmizliyini etmişdim. Əgər sizin də pəncərələrinizdə bu tordan varsa, videoda göstərdiyim kimi hissə darama çəkib, bol sulu bezlə rahatlıqla silin. Güllərimi isə şampullu isti su ilə yaxşı-yaxşı yuyuram. Bu qədər həngamənin ortasında narla çəkilişim də var idi. Bunları da yığışdırıb buraların hamısını xlorlayıram. Bilirəm ziyandır, əcəllə işləməliyəm, amma hər dəfəsində bir çox xanımlar kimi ya ərinirəm, ya yadımdan çıxır. İşi görüb bitirəndən sonra ağlıma gəlir. İşlərin yarıdan çoxunu bitirənə kimi pərdəm də hazır olur. Heç qurumağa qoymuram. Elə nəm halda asıram yerinə. Qoy elə burada qurusun. Ütüləməyə ehtiyac olmur. Kiçik işləri də tamamladıkdan sonra keçək ən sevdiyim məqama. Bu yaxınlarda Bakıdan qaydanda qaça-qaçla da olsa bir-iki dekor mağazasına girib yeni il üçün mətbəximə lazım olanları aldım. Elə bilirəm çox da pis olmadı. Ümid edirəm sizin də xoşunuza gələr. Bundan sonra yeni il çəkilişlərimə start verirəm. Gözünüz səhifəmdə olsun. Xarici videolarda həmişə aspiratorun üzərini belə bəzəyən görəndə o qədər xoşuma gəlirdi. Şükür Allaha bu il mənə də qismət oldu. Mən də sizə yeni ildə ürəyinizdə bütün nə xoş arzu niyyət varsa hamısını asanlıqla çatmağınızı arzu edirəm. Həyətimdəki şam ağaclarından da budayı bəzi yerlərdə istifadə elədim. Elə bilirəm pis görünmür. Sizcə necə alındı? Fikirlərinizi kommentlərdə yazmağı unutmayın. Məndən bugünlük bu qədər. Özünüzdən müğayət olun.